Salam izləyicilər, yemlərimizi alıb gətirdik. Gördüyünüz qarğıdalı unu, buğda unu, qara un. İkini bir yerdə duru yağda qarışdırıb, kıvamına gətirib, cələrə verir. Kiçik cələrə verir, balaca cələrə. Hansı ki, yerə çıxan cələrə 10 gün yumurta ilə maya verir. Yumurtanın sarısından əvvəl keçsin. Sonra isə ağ ilə sarısını bir yerdə qarışdırıb, cələrə verir. Mayalardan sonra bu yemləri qatışdırıb vermək olar bir ayına qədər. Bir aydan sonra isə gördüğünüz bir qarışıq yemləri vermək olar. Tərkibində soya da var, sümük unu var, simiska, yem, qarğıdalı qırığı, buğda qırığı, qarışıq yemlər. Bir ayından para vermək var. Bunları qarışdıranda qarğıdalı ilə qara undur, məsələn buğda undur. Mən arpa ümumiyyətlə qatmıram. Arpa olmaz risklidir çünki boğazlarına ilişir, zədələyir boğazlarını. Həzbə yemləri əzə çəkirlər. Deməli, kəpək də vermirəm. Kəpək köp əmələ gətirir. Kəpək məsləhətdir, həm də qul əmələ gətirir. Kəpək vermirəm mən. Bunları doğal yolla, yəni izləyərlər. Kənd üstündə, yəni kənd üstlərinə vermək var. Təbii sürmə yemlərinə. Kənd nömrə 1. Serebis başlanğıc yemi. Serebis başlanğıc yemin başlanğıc olduğu için ilk öncə bunu veririk. Yaxşı maylamaq üçün. Bir ayına kimi, 2 ayına kimi verə bilərsiniz. Bunun da həmsin. Başlanğıc yemi. 1 ayına 2 ayına kimi verə bilərsiniz. Bunun da həmsin. 2 ayına kimi vermək var. Bu da ağdaş. Ziyade geri toyuğa da yemi var. Bu yeni yemdir. Bu da yarmaz. Bunu isə bir ayından yuxarı yaxşı inkişaf edilmiş cələrə vermək olar. İsti suda pörtüb versəniz daha yaxşı olar, yumuşalır. Buğdamızdır. Toyuqlar. Kərnəyin xaricələrimizə qarışıq yemləri verir. Tərkibində soya olan, sümük unu olan, simisk olan qarışıq yemlərdən verir. Daha yayılması, qarışıq olan yemlərdən verir. Toyuqlarımıza buğda verir. Buğdanı 70 dərəcə, 80 dərəcə suda 2-3 gün saxlayıb versəniz, şişər, daha yaxşı olar. Küt toyuqlarımızdır. Bildirçinlərimiz artıq böyüyüblər. 37-ci gündən yumurtlamaya başlayır yavaş-yavaş. Birazdan başlayır yumurtlamaya. Var gələk hissə bölüm. Xoruzlar ayırmamışam, təmiz hamısını yerə ayırım ki, göstəriyə xoruz düşsün. Burada bir aydan yuxarı cələrimizi bunları yavaş içine çıkardım. Bunlar ikisi de küçükler gerek var. İkisi şu değil, basmaz tanrımına gerek. Şimdi tek basıldım bunlar. Tek etmeyelim zaten.
Həvəskardır. İkisi də. Bunlara isə bildirişin başlanğıcını veririk. Deməli, xoruzda ötəndən sonra bildirişini yumurta yeməyə keçirik. Yaxşı yumurtasında. Texas bildirsinlərdir. Ətli və yumurta bildirsinlərimizdir. Bundan əvvəlki videolarımda 40 tərmanı vermişdik. 40 tərmanı vermişdik. Amma çəkiş eləncə səsim də qısıtlı üzülürsən də. Yəni səsli bir də tamam şimdi. İndi təkrar olmasın. Deməli, niyə ivermək qurudu, əlində ivermək vermək məsləhətidir? Yəni əsas onu verirəm. Çünki nəyə görə? Çünki suda şprisdə olur, suya qatırır. Sularına qatanda həm də içərkən, görürsünüz ki, içərkən tüşlərinə də şey dəyir. Bax, fikir versinmi? Orada istərsənmə olan bitkiləsində tökür. Onun həm də faydası var. Tabletka da belə bəsir, amma suda məsləhətdir ki, həm də bitkiləsində tökür. Yəni, başqa apteklərindən soruşsanız, onlar da daha məsləhətdir, elə onu görəcəklər. Yəni, tabletka da belə bəsir. Niklosamid 3/1 hissəsini bölüb verə bilərsiniz. Və yaxud piperazin tabletkasının 2/1 hissəsini bölüb verə bilərsiniz. 3 dərmandan yalnız birini vermək var. 2 ayın tamamında. Ondan sonra H vaksin. H vaksindəki verərkən deməli tabletkasını əzirik. Tabletka olur böyündə H vaksini. Bir də içində o dərman olur da. Onu qatırıq suyla, şprislə. Qatırıq şprislə. 5 qramlıq, 10 qramlıq şprislə. Qatandan sonra 2 qramlıq şprislərlə deməli düzələrdə həmin o dərmanı 100 qram dağ suda qatırıq, həll edirik. Düzələrin 4 qəfəsinə vururuq. Deməli düzələrə 0,5 gedir, 100 düzəyə gedir. 200 vaksin, 100 düzəyə 200 vaksinlik olur. Yəni 200 düzəyə həmin o 100 qramlıq bəs edirik. Toyuqlara isə 1 qramdan vurduğumuza görə deməli 100 qramlıq 1 qramdan da 100 toyuğa gedir. Yəni düzələrin 200 düzəyə vura bilərsiniz. 0,5 qramdan həmin vaksini, H vaksini. Toyuqlara isə 1 qramdan 100 toyuğa vura bilərsiniz. Bütün hansı vitaminlər, antibiotiklara qarışdıranda dağ suda həll edilir. İstezə edilməyib, dağ suda qatıb verilir. Qurt dərmanı o dediyimiz vermək şprisdə olur. 10 qram şprislərdə olur. Deməli, düzənin sayına görə 2 litre su içirsə 0,5 qramdan sularına qatıb veririk, 2 litre suya qatıb veririk, dağ suya qatıb veririk. Əgər çox içirsə, məsəl üçün 4 litre içirsə, deməli bir gündə 10 qram şprislə qatırıq 4 sularına veririk. Əgər 2 litre su içirsə, deməli 2 gün verilməlidir qurt dərmanı. 10 qramlıq şprislə 2 ilə bölünüb 5 qram bugün veririz, 5 qram səhərsi gün. Bütün qabaqlarına qarı içirlər. Tabletkalar isə az qarına verilir. Demək, Lasoto verilən vaxtı, H vaksin verilən vaxtı bunlara heç bir antibiotik, yəni vitaminlər qəbul etməli deyirlər. Bir gün sonra olar. İstər-istəməz xəstə cüzələrə vurmaq olmaz. Sağlam cüzələrə vurulur deyin. Toyuq fərqi yox. Sağlam toyuqlara, sağlam cüzələrə vurulduğuna görə antibiotik və vitaminlərdən istifadə etmək səhərsi gün olar. Həmin gün olmaz. İstər-istəməz, yəni hansı sağlam toyuqda onlara vurulur. Yəni immuniteti güclü toyuqlara vurulur. Ona görə vitamin səhərsi gün verilir. Xəstə cüzələrə dimdiyi uzanan, qanad sallanan xəstə cüzələrə vurmaq olmaz. Lasotada vermək olmaz, H vaksində vurmaq olmaz. 10 gün ərzində istəyirsiniz ki, cüzələr yavaş-yavaş hansı ki xəstədir, sıradan çıxacaq. Ona görə məsləhət görmür. Sağlam cüzəyə, sağlam toyuqlara H vaksin və Lasotada verilir. Lasoto 15-30-45-ci gündə mən verirəm. Göz damcısı ilə, burun damcısı ilə verilir bir damcı olaraq hər buruna. Dağ suda qarışdırılır 10 qram. Həll olunur. 100-ə 10 qram damcı.
həll olunur, verilir. Göz vasitəsilə, print vasitəsilə damcısıyla. Göz daha məsləhətdir. Kapillər daha incə olduğundan üçün göz daha məsləhətdir. Mən onun çəkişini edib hamısını yerləşmişəm. Oradan seyr edə bilərsiniz. Bütün hamısını göstərmişdim. Nasıl ötəndə haş vaxtı. Güneş havalar sərin keçir, 15-dən bəri yaxşı. Haksın vurandan sonra havalar sərin keçir. Gecələri 4 dəfə vaksin vuran var, toyuqlara 4 dəfə vaksin vuran var. Yaz, yay, payız, qış. Mən 2 dəfə vuram əsasən. Gecələrin çıxma baxır da, yəni gecələr yeni vaxt düşünə görə 15-nə vuruldu. Əsas da yaz vaxtı girəndən, mart ayından, mayın axırına kimi, sentyabr ayından, noyabrın axırına kimi inlənsə daha yaxşı olar. Yayda vuranda isti olduğuna görə, ümumiyyətlə vitamin, dərmanı, antibiotik tez soğurulduna görə, ona görə təsir biraz zəif olur da olar. Olur ya, amma biraz isti olduğuna görə daha məsləhətdir. Həm biraz çox istiyə düşdüyünə görə, sərində daha yaxşı olur. Həm də immuniteti zəif etməz. Nə qədər çox yem versəniz, normasında da yəni daha yaxşı yumurta verməyə bilərsiniz. Həm də ki, yaşlı otların faydası daha çoxdur. Onu versəniz daha çox yumurta əldə edərsiniz. Toyuqlara deməli, söyət də vermək olar. Həftədə 2 dəfə sıxma şərtindən vermək olar. Sıxmasanız tez küçürlər yəni. İçində tərkibində droz olduğuna görə, maya olduğuna görə o da tez kütüşməsinə səbəb olur. Həm də xamuru verəndə, qıcqırmış, acımış xamuru verəndə toyuqlar tez kütüşürlər. Əsas da bunlar təsir edir kütüşməsinə. Bir də bol yemək. Yaxşı yeyəndə, immunitet güclü olanda tez kütüşürlər. Zəif toyuqlar kütüşə bilmirlər. Bir çox videolarımı demişəm. Yumurta deməli tor atarkən nə etmək lazımdır? Düyü verirsiniz, çiğ düyü və yaşlı otlar. Günəşdə D vitamini almalıdır ki, hamısı birbirini tamamlasın. Yumurtanın qabığını bərkisin. D vitamini. Yumurtanın sarısı mayası haqqında da çəkiş eləmişəm. Cələrə şahane baxımı haqqında. Orada qoymuşdum orada içində. Deməli, mayası necə yoxlanır. Bir də onu asılı çəkiş edib qoyacam. Çəkiş edib qoyacam onunla. Necə olmalıdır. Deməli, orada görüntülər vardı məndə. Yumurtanın əgər sarısına baxırsınız, üstündə ağ şəklində olanda o maya sayılır. Qırağında olan ağ sarısını bir-birinə bağlayanlara isə bağlar, ona bağ deyilir, şalaz bağları deyilir. Qanı olanda onların heç bir qorxusu yoxdur. Yəni o damar çatlamasından olur, stressdən olur. O qorxusu yoxdur. Ötəri gibi keçib gedəcəkdir. Yəni o xəstələnməyə sayılmır. Onun bir qorxusu yoxdur. Evet, isti vaxtı yumurtaları çalışın sərin yerdə qoyun. Əgər küt toyuğunuz varsa, günün altında olmaz. Yəni sərin yerdə saxlasanız 7 gün, 3-5 gün, 3 gün ya isti vaxtı, yəni çox da gecikdirmək olmaz. Yəni qoyanda yaxşı çıxarmır. Qara toyuq görürsünüz, onu yoxladım mən. Bir yumurta sınmışdı, 14 yumurtanın 14'də mayalı çıxdı. İçində bala var. Bunda 11'ini qoydum, biraz xırda olduğuna görə. Arası 6'sı saxlamışam, qalanlar boş çıxdı. Yumurtanı başqa getmişdim, mən də xoruzaya kəsmişəm. Başqa yerdən yumurtanı zakaz vermişdim. Yakın hissiyat çıxdı, nəsə 2 gün sonra gəldi yumurtalar. Bunda onunla fərq elədi də, yəni. Ona görə 3 dənə bunda, 2 şübhəli 3 dənə bala var içində. Saxlamışam da görə. Yakın çıxar. Çox olsunlar.
Yaşlı otların faydası çoxdur. A, B, K vitaminləri doludur. O zəngindir. Yəni kalsiumdur. Yəni yumurtanın sayısını şəfəqləşdirir. Yəni yumurtanın ümumiyyətlə qabığını da bərkidir. Bütün hamısına təsir edir. Kalsium. Yumurta verimində artırır. Otu yolu presinə daha yaxşı olar, doğruyur. Belə də vermək olar. Belə onun sayısı varsa çıxıb ortaya bilər. Ay